Salam hörmətli izləyicilər, videoya xoş gəldiniz. Bu videoda OTK-nın keçirdiyi sınaqlardan birində sualın izahına baxacağıq. Deyir ki, kütləsi 100 qram olan cisim 12 metr böl saniyə sürətlə yer səthindən atılır və 2 metr böl saniyə sürətlə 4 metr hündürlükdəki eyvana düşür. Havanın müqavimət qüvvəsinin işinin modulunu hesablayın. Havanın müqavimət qüvvəsi iş görürsə, deməli tam mexaniki enerji saxlanmır. Onda tam mexaniki enerjini həm burada, həm də burada tapıb, fərqini taparaq müqavimət qüvvəsinin işinin modulunu tapa bilərik. Atılma anında cismin yalnız kinetik enerjisi var. Ona görə Y tam bərabər olacaq mv0-ın kvadratı bölünsün 2. Bu eləyir 7,2 joule. Daha sonra isə həm onun sürəti, həm də müəyyən hündürlüyü olduğuna görə həm potensial enerjisi, həm də kinetik enerjisi olacaq. Yəni mv kvadratı bölü 2 üstəgəl mgh. Bu da olacaq 4,2 joule. Onda başlanğıcda bunun tam enerjisi 7,2-dir, sonra isə 4,2-dir. Nə qədər fərqi var? 7,2 çıx 4,2, bu da eləyəcək 3 joule. Deməli, 3 joule havanın müqavimət qüvvəsinin işidir. Suala baxın, gələn videoda bu sualın izahı olacaq. Cavablarınızı rəy bölməsində yaza bilərsiniz.